siyasəti var. Yəni bununla bağlı çox danışmaq istəmirəm. Bir şey vurgulamaq istəyirəm. Mən özüm ictimai birlik rəhbəri olaraq layihələr işləyirəm və yüzlərlə gənclə, uşaqla çalışıram. Biz nə qədər inkişafdan, irəliləyişdən danışsaq da gizli deyil ki, problemlərimiz də var və biz layihə rəhbəri olaraq çalışırıq ki, bu problemləri araşdıraq və həlli istiqamətində müxtəlif layihələr icra edək. Və bu layihələrin dəstəklənməsi özü, bəzən kimsə deyə bilər ki, nə dəstək, hansı dəstək? Elə bizim bu layihələrin dövlət tərəfindən dəstəklənməsi özü gənclərə dəstək deməkdir və bizim ən son layihəmizdə bizə dəstək məktubu lazım idi və Ceyhun müəllim sağ olsun, bizim bu layihəmiz içində İstedadlar Akademiyası üçün öz dəstək məktubunu əsirgəmədi və inanıram ki, bu layihədən də biz qalib çıxacağıq. Günay xanım, Ceyhun müəllim, dəyərli qonaqlar, vaxtınızı çox almayacağım. Çox gözəl, mənalı nitqlər oldu, dinlədik və mən istərdim bizim ictimai birliyin istedadları uğra aparan yol adlı jurnalımız çap olub, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi layihəsi çərçivəsində. Burada bizim Ceyhun müəllimlə uşaqların görüşü, Ceyhun müəllimin də bizim tədbirlər haqqında fikirləri var. Ceyhun müəllimə və Günay xanım sizə təqdim etmək istərdim.